SQL-də data tiplərini öyrənək. Data tipləri 3 əsas hissəyə bölünür. Bu kurs boyunca bizə lazım olacaq data tiplərini mən sizlərə göstərəcəm. Digər data tipləri də var ki, onları inşallah PLSQL dərslərində öyrənmiş olacaq. Deməli, xarakter, tekst tipli məlumatlar üçün istifadə olunan data type'larla tanış olaq. Məsələn, ad, soyad, yaşayış yeri, e-mail kimi dataları saxlamaq üçün sütuna bu gördüyümüz 4 data tipindən birini mənimsətməliyik. Birincisi, varchar 2. Mötərizə daxilində uzunluq təyin edilir. Məsələn, varchar 2 30. Daxil edilən mətnin uzunluğu qədər yaddaşda yer ayrılır. Tutaq ki, Azərbaycan 10 simvoldan ibarətdir. 10 baytlıq yer ayrılacaq. Varchar 2-nin elə ən böyük üstünlüyü budur. Daha sonra char, sabit uzunluğu təmin edir. Char 10. Əgər Oracle sözü əlavə olunarsa, yenə də yaddaşda 10 baytlıq yer tutacaq. Halbuki Oracle 6 simvoldur, yəni 6 bayt. Bunu da vurğulamaq istəyirəm ki, bir simvol 1 baytdır. Bunları əslində siz istəsəz, daha ətraflı şəkildə ASCII, Unicode, 1 simvol, 1 bayt kimi şeyləri araşdıra bilərsiniz. Deməli, Oracle 6 simvoldur, yəni 6 bayt. Yerdə qalan 4 simvola boşluqlar əlavə edəcək ki, ümumi uzunluq 10 simvol olsun. Ola bilər ki, hər hansı sütun üçün bütün dataların uzunluğu 10 bayt olsun və s. Bu zaman chardan istifadə edə bilərik. Üçüncüsü, n varchar 2. N national sözünün baş hərfidir. Yenə də daxil edilən mətnin uzunluğu qədər yaddaşda yer ayrılır. Məsələn, Azərbaycan dilində olan ə, ğ, ü kimi hərfləri düzgün şəkildə saxlamaq üçün n varchar 2-dən istifadə oluna bilər. Ümumiyyətlə char xarakter deməkdir. Var isə variable sözünün qısaltmasıdır. Son olaraq n char yenə də sabit uzunluğu təmin edir. Müxtəlif simvollar, məsələn, Çin dilində, ərəb dilində olan simvolların düzgün bir şəkildə saxlanmasını təmin edir. Yuxarıdakı char ilə eyni prinsipdədir. Davam edək. Numerik, rəqəm tipli məlumatlar üçün data tipləri hansılardır, onları öyrənək. Number, qarşısında da yazmışam. Rəqəm tipli məlumatlar üçün istifadə olunur. Həm tam ədədləri 10, 15, 20, 25, həm də kəsr ədədləri. Məsələn, 10,2, 9,5 bu kimi ədədləri dəstəkləyir. Daha sonra var number n. N uzunluğu bildirir. Məsələn, number 4. 5 rəqəmli ədəd insert oluna bilməz, xəta verəcək. Amma 100, 200, 7, 90, 9999-a kimi olan ədədlər insert oluna bilər. 5 rəqəmli ədəd 10.000 insert etməyə çalışsaq, xəta verəcək. Üçüncüsü, number TO. T yəni tam, o isə onluq. Number 5,2. 5 rəqəmli ədədlər insert oluna bilər, təbii ki. Həmişə kəsr hissə olaraq 2 rəqəm saxlayacaq. Kəsr hissə olmazsa, məsələn, biz insert etsək 123, sonuna 2 dənə 0 yazacaq. Keçək date tipinə. Tarix və vaxt tipli məlumatlar üçün date, timestamp with time zone data tiplərinin birindən istifadə olunur. Məsələn, date tipi il, ay, gün, saat, dəqiqə, saniyə məlumatlarını saxlayır. İkincisi timestamp. Date tipinə əlavə olaraq sonda .ff, yəni tarix məlumatını milli saniyə cinsindən yadda saxlayır. Üçüncüsü timestamp with time zone. Yenə də date tipinə əlavə olaraq zaman zonası məlumatını da saxlayır. +400 Bakı vaxtı. Bunu ən çox kompüterin saatını dəyişən zaman görə bilərsiniz. Bakı vaxtı, İstanbul vaxtı və s. Data tipləri ilə bağlı əlavə edəcəyim bir şey yoxdur. Növbəti dərsdə görüşənədək.